Məşhur fransız prodüser və rejissor kimdir? Kylian Mbappé. Yeni rubrikaya başlayırıq. Evet, gündə bir dənə rubrika başlayırsın maşallah. Hər videoda bir kino seçirəm və o kino haqqında sənə suallar verirəm. İlk filmimiz taksi filmidir. Çox güman ki, baxmısan. İlk sual. Daniel taksi sürücüsü olmamışdan əvvəl hansı işdə çalışırdı? Makler. Bilmirəm. Var ki o kinoda var. Kinoda var o yeri. Var. Yo, Bir mən şans verirəm sizə. görməmişəm. Yo, bilmirəm. Bilmirəm. Yəni o birinci yeri. pizza kuryeri. Bəli. Valla xəbərim yoxdur. Daniel'in ilk filmdə sürdüyü taksinin dəqiq modeli nədir? Peugeot. Peugeot model Çox sağ ol. Peugeot 406. Peugeot 406. Emilien sürücülük imtahanından neçə dəfə kəsilib? 30 dəfə. Xeyr, 3 şans. 20 dəfə. Xeyr, 10 dəfə. xeyr, yaxınlaşmışdın amma 8 dəfə. 8 dəfə. Taksi filmlərinin ssenarisini yazan məşhur fransız prodüser və rejissor kimdir? Kylian Mbappé. Üstdən təxmin edə bilərsiniz. Gérard Depardieu. Xeyr, Napolyon. xeyr. Kimdir bə? Luc Besson. Onu da oradan bilmirəm. Luc Besson yazdığını bilmirdim. Zarafat film. Daniel bir səhnədə öz taksisində hansı məşhur fransız futbolçunu stadiona aparır? Sisane. Aa, nə gözəl. Cibril Sisse. Bəli. Bitdi suallarımız. Qurtardım. Bəli. Mən qalib oldum. Qalib olmaz əslində çünki bir sual cavab verirsiniz.